Yox, yuxarı ballar düşəcək heç. Məsələn 650-dən yuxarı olanlar hamısı düşəcək. Mən çəkəcəm. Yox, özüm çəkirəm, narahat ol. 650-dən yuxarı olanlar hamısı düşəcək. Əziz dostlar, əziz şagirdlər, valideynlər, ümid edirəm ki, yaxşısınız. Bayaq Furqan müəllimlə bir dənə müzakirə eləmişik. Furqan müəllimin öngörülərinə görə 4-cü qruplarda ballar düşəcək. Bu Furqan müəllimin öngörüsüdür və Furqan müəllim öngörüsülüyü güclüdür. Mən sizə deyirəm ki, uşaqlar, bu günlərim statistikaya baxmışıq. Statistikaya görə, dünənki son məlumata görə 29.000 nəfər birinci qrupdandır. Qeydiyyatdan keçib, ən çox da oradan keçib, 29.000 nəfər. 23.800 nəfər ikinci qrup, 23.800 nəfər üçüncü qrup. 5.700 nəfərə qədər də dördüncü qruplardan qeydiyyatdan keçən var. Bu deməkdir ki, keçən ilki ilə müqayisədə bu il birinci qrupların sayı 2 dəfə çoxdur. Yəni 2 nəfərə 1 nəfər düşür. Yəni mübarizədə hər yer uğrunda 2 nəfər mübarizə aparacaq. Əgər bu hələ sabahda qeydiyyat var, bugün də qeydiyyat var, bu yəqin ki bir 30.000-i keçəcək. Keçən 12.000 nəfər olub boş yer, 12.000 nəfəri yer olub, yəni qəbul. Yox, keçən 12.000 olub, 7.000 qəbul olub, 4.000-ə yaxın boş yer qalıb. Bu il amma 30.000 nəfərə yaxın artıq qeydiyyatdan keçən var, 12.000-də yer var. Bu demək ki, birinci qruplarda güclü bir rəqabət olacaq. Təbii ki, orada qəbul olmayanlar olacaq, 100 balı keçənməyənlər olacaq. Orada buraxılışdan kəsilməmək üçün əlavə verən şagirdlər var ki, onların da əksəriyyətinin çox bal toplaması, 50 bal limitini keçməsi gözlənilən deyil. 50 bal limitini keçəcək olanlar ən azından bir 15.000, 20.000-ə yaxın şagird olacaq birinci qrupdan. İkinci qrupdan da daha çoxdur bu 5-ci qrupdan əlavə olaraq gedənlərin sayı. Bu da yəqin ki, o ümumi saya təsir edir, amma yenə də imtahan nəticələrinə görə blok fənninin nəticəsindən asılı olaraq, ağırlıq dərəcəsindən asılı olaraq dəyişə bilər. Üçüncü qruplar stabildir, əvvəl keçən ilki kimi çox yüksək sürətlə, templə getmir. Bu illərin üçüncü qruplardan çox uşaq gözü qorxub deyə artıq əksər uşaqlar birinci qrupa, ikinci qrupa yönəlirlər. Əsasən də 5-ci qrupda olan uşaqlar 5-ci qrupdan hara yönəlirlər? Ya birinci qrupa, ya ikinci qrupa. Məsələn, valideyn mənə zəng edir ki, müəllim, mən 80 bal toplayıb uşaq. Nə deyirsiniz? 5-ci qrupdan kəsilsə bilməmək üçün. Bəlkə mən birinci qrupa da verim. Yəni, blokdan, buraxılışdan bir 100 toplayıb, bir blokdan da bir 100 toplasa, 200 balla birinci qrupa qəbul olar. İndi siz düşünün ki, hər kəs belə düşünür və hər kəs də düşünür ki, mən blokdan 100 bal toplasam, 200 balla qəbul olacam. Bütün ixtisas seçənlərə də soruşurlar ki, mən blokdan 100 bal toplamışam. Nə qədər toplasam qəbul olaram? O da deyir ki, 100 balı keç, qəbul olacaqsan. Hamıya 100 balı keçirdirlər. Hamı da 100 balı keçsə, nə olacaq? Burada olacaq bir dənə böyük bir problem. Yəni, 100 balı keçmək də biraz çətin məsələ deyil. Riyaziyyat informatika sahəsində 100 bal limiti var. Yəni ki, 100 bal keçəməyən ümumiyyətlə buraxılmır müsahibəyə. Amma 50 bal keçənlər riyaziyyat kimya üzrə buraxılırlar müsahibəyə. Digər qruplardan da 50 bal keçənlər müsahibəyə buraxılır və nəticədə bu illərin böyük bir rəqabət olacaq. Əvvəl ancaq 3-cü qruplar üzrə rəqabət var idisə, bu il bütün qruplar üzrə rəqabət olacaq. Ona görə ehtiyatlı olun, diqqətli olun. İxtisas seçimlərində həmişə bal limitinizi yüksək tutun. Yəni, keçid balı 200-dürsə, 200 yox. Bu səfər minimum 230, 220, hətta 250-yə qədər bal limitinizi yuxarıya doğru tutun ki, sizin qəbul olma şansınız daha yüksək olsun. Və hər birinizə də uğurlar arzulayırıq. Bəxtiniz, şansınız gözəl olsun.